düzgün qidadan başlayır. Likopen həbləri və prostat xərçəngi. 1980-ci illərdə aparılan Adventist Health Study göstərdi ki, paxlallar, sitrus meyvələri, qurudulmuş meyvələr, çərəzlər və xüsusilə pomidor yeyənlərdə prostat xərçəngi riski daha aşağıdır. 1990-cı illərdə Harvard araşdırmaları diqqəti xüsusilə pomidora yönəltdi. Alimlər düşündülər ki, səbəb pomidorun qırmızı rəngi olan likopen ola bilər. Likopen bəzi digər pigmentlərdən daha güclü antioksidantdır. Hətta laboratoriyada pomidor yeyəndən sonra qanda görülən səviyyələrdə belə prostat xərçəngi hüceyrələrini məhv edə bilirdi. Təbii ki, ketçup istehsalçıları və likopen həbi satan şirkətlər FDA-yə müraciət etdilər ki, məhsullarının üzərinə sağlamlıq iddiaları yazsınlar. Amma FDA buna icazə vermədi. Sübutların zəif və ilkin olduğunu bildirdi. Daha sonra aparılan əhali tədqiqatları likopen nəzəriyyəsinə şübhə yaratdı. Yüksək likopen qəbul edənlərdə xərçəng riski daha az görünmürdü. Amma yüksək likopeni kim alırdı? Ən çox pizza yeyənlər. Buna görə də likopen birbaşa sınaqdan keçirildi. 62 yaşlı, son mərhələdə olan, əməliyyat və kimyoterapiyaya cavab verməyən bir kişi gündə pomidor sousunda olan qədər likopen qəbul etməyə başladı. Onun PSA göstəricisi 365-dən 140-a, sonra isə 8-ə düşdü. Şiş yayılmaları yox olmağa başladı. Amma yüksək dozalı likopen həbləri ilə eyni nəticə əldə edilmədi. 2013-cü ildə aparılan geniş icmal likopen əlavələrinin effektiv olmadığını göstərdi. Hətta sevinirdilər ki, beta-karotin həbləri kimi daha pis nəticələr yaratmadı. 2014-cü ildə isə yeni araşdırmalar daha narahat edici nəticələr göstərdi. Yüksək dozalı likopen, yaşıl çay ekstraktı və selenyum alanlarda xərçəng riski artdı. Alimlər bunun səbəbini araşdırdılar. Məlum oldu ki, fitokimyəvi maddələr qida səviyyəsində qoruyucudur, amma həb səviyyəsində zərərli ola bilər. Likopen və beta-karotin qida səviyyəsində DNT-ni qoruyur, amma yüksək dozada bu təsir itir və əksinə DNT zədəsi arta bilər. Nəticə açıqdır. Fitokimyəvi maddələr sağlamlıq üçün vacib ola bilər, amma onları konsentrat həb şəklində qəbul etməyin təhlükəsizliyi bilinmir. Ən güclü qoruma bütöv bitki qidalarından gəlir.